Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri, bugün ayın 6-sı 12-ci ay 2025-ci il Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib, gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm dəyərli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizə bərəkət versin. Bugün həftənin şənbə günü, dekabrın 6-sıdır. Qaraçuxura gələn ehtiyacı müsəlmanlara satacaq ərzaq paylarımızdır. Elhamdülillah, alınıb paketlənir və inşallah buradan bir-bir öz sahiblərinə veriləcək. Rəbbim bizdən qəbul etsin, əmin. Esselamu Aleyküm ve Rahmetullah. Bugün ayın 7-si 12-ci ay 2025-ci il Mizan Yardım Qrupu tərəfindən Müşuqabad qəsəbəsinə 10 ehtiyaclı ailəyə gün ərzində ərzaq göndəriləcək. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm ve Rahmetullah. Bugün ayın 7-si 12-ci ay 2025-ci il hal-hazırda Yasamaldayıq. Burada olan ehtiyaclı ailələrə yardım gətirmişik. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Salam Aleyküm ve Rahmetullah. 7 dekabr 2025-ci il ikinci qurbanımızı kəsirik. Allah Subhanahu taala qəbul etsin. Bismillah. Allahu Akbar. Salam Aleyküm ve Rahmetullah Berekatuhu. Bugün ayın 7 dekabr 2025-ci il 2 nəfər qardaşımız Bakıdan 2 qurban sifariş ediblər. Birinci qurbanımızı kəsirik. Allah Subhanahu taala qəbul etsin. Bismillah. Allahu Akbar.